Ukrayna oliqarxik sistemdə artıq oturuşmuş Ukrayna oliqarxik sistemdən çıxmayıb hələ. Ölkələrdən bir ən belə öndə gedən idi. Bunu hər kəs bilir. Hətta Amerikanı mən xatırlayıram ki, tələbləri sırasında var idi Saakashvili dönəmində, yəni Saakashvilinin Odessa merliyi dönəmində neçənci illərə düşür, desən 14-cü il idi, səhv eləmirəm. O vaxt tələblər sırasında, yəni Ukraynanın dəstəklənməsi proqramlarının hamısında korrupsiyaya qarşı mübarizə birinci yerdə dururdu ki, siz korrupsiyaya qarşı mübarizə edin, oliqarxik sistemin dağılması ilə bağlı konkret addımlar atın, islahatlar edin, biz sizə dəstək verək. Yəni bu Qərbin də eyni zamanda tələbi olub və Ukraynada bunu kim gizlədir ki, Poroshenko dönəmində də eyni proses baş verdi, ondan sonra Zelenski dönəmində də, Yatsenyuk hakimiyyəti dönəmində də, ondan sonraki hakimiyyətlər dönəmində də oliqarxik sistem hər zaman Ukraynanın ən böyük bəlası oldu və bugün savaşda da aydındır ki, onun ağır nəticələrini Ukrayna təəssüflə görür. Məsələ bilirsiniz, bir var sülh dönəmində korrupsiya, bir var müharibə dönəmində. Bəli, bu ən ağır məsələ. Bax, Ukraynada Zelenskini hakimiyyətə gətirən banki, privat bankın sahibi Kolomoyski həbsdədir. Kolomoyski son bir ayda mən baxırdım və Ukraynalı jurnalistlərin də suallarını cavablayanda həmişə deyirdim ki, Kolomoyski sakit oturmayacaq. Elə də oldu. Bu qalmaqal Kolomoyskinin ifadələrindən sonra başladı və hətta o 2 həftə bundan qabaq demişdi, gözləyin görün Zelenskinin başına oyun açıram. Bilirsiniz, məsələ nədir? Mən Ukraynanın bir çox bölgəsində olmuşam və olmağa da davam edirəm. Ukraynanın şərqində xüsusi boz zonalar var. Orada Rinat Axmetovun, Şuiskinin və digərlərinin saymaq istələməri saya da bilərəm, çoxdur. Onların obyektləri var. Onları nə Ruslar vururlar, nə Ukraynalı hərbçilər vurmurlar. Çünki hər ikisi də xeyir gətirir. Yəni siz ağlınıza gətirə bilməzsiniz ki, Ukraynada necə dəhşətli dərəcədə korrupsiya var bu. Eyni Ukraynadan keçən Rusiyanın qaz kəməri kimi. Vəziyyət o həddə çatıb ki, Almaniyanın kansleri Merkel bugün bəyan etdi ki, cənab Zelenski, Ukraynalı gənclərin Almaniyaya gəlməsinin qarşısını alın. Biz onları deportasiya edəcəyik. Sabahdan etibarən Amerika Birləşmiş Ştatlarının Ukraynalıların kütləvi deportasiyası prosesinə start verilir. Halbuki 60 yaşına qədər insanlar ölkəni tərk edə bilməz. Necə gedirlər? Pulla $10.000. Necə gedirlər? Vaxtınız və imkanınız olarsa, mən təşkil edə bilərəm. Mən sizi çox asanlıqla Ukrayna sərhəddindən Rumuniyaya keçirdə bilərəm, Moldovaya keçirdə bilərəm. Halbuki dünən tərs bir proses baş verdi. Azərbaycan sıra günü, Azərbaycan gənclərini ki, Ukraynada oxumağa gedirdilər. O özü də böyük bir sual altında olan bir məsələdir ki, onlar bu dəqiqə müharibə olan ölkəyə niyə oxumağa gedirlər? Əcəba bu əskərlikdən yayılmaq üçün olmasın? Ukrayna sərhədçiləri onları saxladılar. Demək ki, artıq içəridən də bir proses başlayıb. Başlayıb, amma gec başlayıb. Yenə deyirəm, bu heç bir halda Ukrayna xalqının işğala, şərə, adam yeyən siyasətə, canavar düşüncəyə qarşı mübarizəyə dəstəyimizi azaltmaq anlamına gəlməməlidir. Biz Ukraynanı bundan sonra daha da fəal dəstəkləməliyik. Çünki burada söhbət xeyir və şər mübarizəsindən gedir. Amma mübarizənin metodologiyasına biz nəzər salsaq, konstruktiv şəkildə. Baxın, yaxın şərqdə mən gəzəndə həmişə təəccüblənirdim ki, Fars körfəzi ölkələrinin monarxiyalarının emisarları niyə belə aktivdirlər? Fars körfəzi ölkələrinin monarxiyalar ki var, Qətərdir, Omandır, Birləşmiş Ərəb Əmirlikləridir və digərlərdir. Bunların rifahı, Kuveytdir, bunların rifahı sabun köpüyü kimidir. Hər an dağıla bilər. Onlar onu başa düşürlər. Pul çoxdur, iqtisadiyyat yoxdur. İqtisadiyyat yoxdur, texnologiya yoxdur, elm yoxdur, fundamental elm heç yoxdur. Çoxsaylı universitetləri var, Hər-Riyadda da var, Ciddədə də var. Onlarla universiteti var, yüzlərlə elm mərkəzləri var. Fəqət bunların nüfuzu yoxdur, potensialı yoxdur. Və bunu da onlar başa düşmək artıq düşüblər. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri Sudan və Somalidə döyüşən tərəflərin birini dəstəkləyir. Niyə? Ərazini ələ keçirsin, təbii sərvətləri ələ keçirsin. Bəli. Bilmirəm, xəbəriniz var ya yox, Ukraynanın əkinə yararlı minbit tarlalarının təxminən 70%-i Çinin konsesiyasında 99 illik satıblar, çoxdan satıblar. Poroshenko da satıb, ondan sonra gələnlər də satıb, Yanukoviç vaxtına qədər, Yushchenko da vaxtında başlamışdı bu proses. Və bu prosesin üzə
çıxmasına mane olan qüvvələr indi demokratiyadan danışırlar. Bax, bəla budur. Və Viktor Orban bu günlər deyəndə ki, Avropa İttifaqını məhkəməyə verəcəm, düz deyir. Çünki burada o qədər çirkin oyunlar gedir ki. Məsələn, indi başlamır, 14-cü ildə yadınızdadsa, elə sizin də söhbətimizdə, mən onda Azərbaycanda deyildim. Siz xəbər verdiniz ki, Ceyhan terminalında Azərbaycan nefti zəhərlənib. Belə kobud dillə desəm, qeyri-resesyon kimyəvi tullantılar əldə oldu. Və onda mən sizə demişdim ki, bu işdə hansı ölkənin əli var və SOCAR-da çox ciddi işlər başlanacaq. Və elə də oldu. Bu vətənə xəyanətdir. Və Azərbaycan nefti və qazının bu dəqiqə Avropa İttifaqına çıxmasının qarşısının alınmasına yönəlmiş addımların hamısı vətənə xəyanətdir. Və Ukraynada da bunu edənlər var. Məsələn, bizim obyektləri vuranda, SOCAR-ın neft terminalını və qaz kompresor stansiyasını vuranda, rəsmi bəlkə açıq şəkildə bildirdi ki, bunu bağışlamayacaq. Nəticə nə oldu? Nəticə odur ki, Rusiyanın neft ayırma zavodlarının hamısı hədəfə alındı. Və Rusiyanın bu dəqiqə, mən bu günə olan məlumatı sizə deyim, Rusiyanın oktyabr ayında neft satışından əldə etdiyi gəlir təxminən 13 milyard dollar aşağı düşüb. Bir çox neft ayırma zavodlarının istehsal gücü 50% aşağı düşüb. Və belə bir məsələdə biz kör-köranə şəkildə deyək ki, Rusiya meydan oxuyuruq, Ukraynaya silah sataq, belə bir təkliflər də səslənir. Ukraynaya silah sataq və yaxud da Ukraynaya hərbçi göndərək kimi absurd təkliflər də səslənir. Bu bizə gərək deyil. Yəni zaten ehtiyac olan dəstəyin hamısını dövlət göstərir. Ehtiyac olandan da artıq nə edirik? Məsələn, siz Ukraynanı gəzib dolaşsanız, Azərbaycana olan münasibəti görəcəksiniz. Ukraynalı əsgərlər də bunu sizə deyəcək, Ukraynalı mülklər də bunu deyəcək. Azərbaycan sabiq SSR məkanında ilk dövlət oldu ki, Ukraynanı açıq şəkildə dəstəkləməyə başladı. Bunu heç bir ölkə deməz. Biz kənardan baxanda biz düşünürük ki, tamamilə yanlışdır. Məsələn, yanlış təsəvvürlərdən biri Mikhail Saakashvili ilə bağlıdır. Biz düşünürük Gürcü xalqı onu çox sevir. Amma siz gedin Tbilisiyə, soruşun. Tam tərsidir. Soruşun, adi, tamamilə adi, heç kəsdən qorxmayan, normal insanlardan soruşun ki, Saakashviliyə münasibət necədir? Ən qəddar deyirlər, ən yəni faktiki olaraq repressiv bir münasibət. Və Sərgilərdə hakimiyyət dönəmində, hətta birinci dönəmdə, yəni Gürcüstan müstəqilliyini ilk qazandığı, Sovetlər Birliyində aldığı illərdəki, tutalım, əgər bizim dillə desək, qazi adını, veteran adını almış insanlara belə, onlara müavinətləri kəsdi. Yalnız öz dönəmində savaşanlara müavinətlər verdi. Onun dönəmində siyasi məhbus sayısına görə Gürcüstan artıq Avropa birinci yerə çıxmışdı Avropa məkanında. Yəni bunların hamısını deyir və korrupsiyaya qarşı mübarizədə çox sərt olduğu deyilsə də narkotiklər onun vaxtında çox geniş yayıldı. Mən bunlar haqqında dəfələrlə yazmışam, danışmışam, amma bütün hallarda Gürcüstan bugün də, yəni sanki bir inersiya ilə onun qoyduğu sistemi davam etdirməkdədir. Özü içəridə olsa da.